Bugün Kürdəmir bazarındayıq. Ramazan və Novruz bayramı yaxınlaşır. İnsanlar bayram süfrəsi üçün alış-veriş edirlər. Gəlin görək bazarda qiymətlər necədir, satıcılar və alıcılar bizə nə deyir? Amma bala, bahaçılıqdır, dolanmaq çətindir. 63 yaşım var, pensiya almıram, maaş almıram, işə götürmürlər. Bu vaxtımda bu bazarla dolanıram. Ya bu da bahaçılıqdır, heç nə eləyə bilmirik. Biraz ucuzluq olsa yaxşı olar. Bugünkü gün ben de gelmişim bazara. Allah işimizi aman eləsin, dünyamızı diclik eləsin. Keçən illərin bazarda məsəl üçün qoz 7-8 manat idi. Bu illərim yaxşıdır. 5 manata da almaq olur, 6 manata da almaq olur. Yaxşıdır. Keçən ilə baxanda bir illərim yaxşıdır, fərqlidir. Allah o satıcılara insaf versin. O kasıb küsübü çox da incitməsinlər. Qoz fındıq da belə məsəl üçün ucuzdur. Yəni 6-ya, 7-yə. Ləpələrimiz var, qoz ləpəsi var 15 manata. Qara ləpəmiz var 8 manata. Fındıq qozdur, məsələn, qozlar fındıqdır 10 manata. Yəni ucuz, belə baxanda ucuzdur. Bazar çox zəifdir. Belə də ki, dünənki qiymətlərlə bugünkü qiymətlərdə yəni fərq var da qardaşım. Yəni dekabrda götürürdü, Yeni il bayramında götürürdü alma 1.50, indi götürür 1.70-ə. Məcbursan ki 2 manata satasan. Qiymətlər aflisen 2 manatdır, alma da 1.50-yə. Pomidor da 3 manatdır. Anı balığıdır. Bunun kilosu 6 manatdır. İstəyəni 5.50-yə də veririk. Bu belamordur. Görsən diridir. Qiymətlərlə maraqlandım, qiymətlər normaldır. Bəzi yerlərdə bahaçılıq var, amma hər şey qaydasındadır.